18 yaşımda çox gözəl bir işim var idi. Yaxşı da maaş alırdım. Həm özümü idarə edirdim, həm də ailəmə dəstək olurdum. Biri ilə tanış oldum və hər işdən çıxanda birlikdə görüşürdük. Ciddi idik, gələcəkdə ailə həyatı qurmaq istəyirdik. Amma ailəsi atam olmadığına görə soyuq idi bu məsələyə. Zamanla daha çox sevməyə başlamışdım. Göstərdiyi qayğı daha da çox xoşuma gəlirdi. Biraz keçdikdən sonra səbəbsiz yerə ayrıldı. Mən də uzatmadım və öz həyatıma baxdım. Amma yaşatdığını yaşa dedim. 6 aydan sonra geri gəldi ki, mən səni o vaxtlar aldadırdım. Sənə xəyanət etdiyim qız da mənə xəyanət etdi. Yazmağa başladı və mən də gec cavab verirdim. Həyatında başqa birisi var deyəsən dedi və yoxa çıxdı. Bir müddətdən sonra ailə həyatı qurdum. Üzərindən 4 ay keçmişdi ki, öyrəndim ki, şəhid olub. Videolarına baxdım ki, nişanlı imiş. Pis olmuşdum, çünki bütün şəhid xəbərlərinə parçalanırdım. Qardaşım da müharibədə idi. Qəlbimdə və ağlımda heç bir hiss yoxdur, amma hər zaman Quran oxuyanda ona da dua edirəm. Bəzi ayrılıqlar olmalıdır, bəziləri qurtuluşdur çünki.